Məsələ 6 saat 10:10-da əqrəblər arasındakı bucağı tapın. Sizə məlumdur ki, saatın əqrəbləri arasındakı bucağı tapmaq üçün belə bir düstur doğrudur. Alfa bucağı bərabərdir. Mütləq qiymətcə 11 vuraq dəqiqənin qiyməti çıxaq, 60 vuraq saatın qiyməti bölünsün 2. Bəzən bu bucaq, buradakı böyük bucaq tapılır. Böyük bucaq tapılanda, bax bu hissə tapılır. Onda 360-dan böyük bucağı çıxmaq lazımdır. Çünki əqrəblər arasındakı bucaq ya iti bucaq, sadə bucaq götürülür, ya kör bucaq. Bu böyük bucaq götürülmür. Mən istəyirəm bunu adi qaydada özümüz həll eləyək. Bunu təyin eləyək. Alfa bucağı indi bizdə 10:10-da. Həll eləmək üçün çevrə kimi götürürük saatın və 360 dərəcə tam bucaq əmələ gətirir. 12 bərabər hissəyə bölündüyündən 360 dərəcəni bölürəm 12-yə 30 dərəcə tapır. Yəni, iki qonşu rəqəm və yaxud iki qonşu radius arasındakı bucaq həmişə 30 dərəcə olur. Burada qonşu ədədlər arasındakı dəqiqə 5 dəqiqə olduğundan iki iştirik arasındakı bucaq 30 dərəcə bölək 5 bərabərdir 6 dərəcə olur. 6 dərəcə, bax bu iki qonşu iştirik arasındakı bucaqdır. Bax bu hissə, bu balaca iştiriklər arasındakı bucaqdır. Məsələ əlində lazım olur. İndi biz baxırıq, 10 ilə 2 arası 1, 2, 3, 4 dənə iki qonşu rəqəmlər arasındakı bucaq. Hərəsi də 30 dərəcədən 4 vuraq 30 dərəcə eləyir 120 dərəcə. Bizdə saat 10 dəqiqə işlədiyindən 10 dəqiqə müddətində saat əqrəbi sağ tərəfə hərəkət eləyir. Onu çıxıb alfa bucağını tapa bilərik. Necə çıxılır? 1 saat 60 dəqiqədir. 10 dəqiqəni bölürük 60-a, vururuq 30 dərəcəyə. Və buradan biz tapırıq ki, 6-da 1 vuraq 30 dərəcə bərabərdir 5 dərəcə. Deməli, saat 10 dəqiqə işləyəndə saat əqrəbi 5 dərəcə 11-ə tərəf gedir. Onda bizim tapdığımız 120 dərəcədən çıxırıq 5 dərəcəni, tapırıq 115 dərəcə. Beləliklə, saat 10:10-da əqrəblər arasındakı bucaq 115 dərəcə olur.